Cavanşir öləndən dəli kimi olmusan. Nə olub sənə Kərim? Özün deyirsən Cavanşir ölüb. Sonra deyirsən nə olub sənə? Əmim oğlu ölüb, necə olmalıyam? Yaxşı, əsəbləşmə. Yaxşı ki, sən tez çıxmısan çölə həmin vaxt. Hələ də o anı yaşayıram. Niyə Cavanşir öldürdülər axı? Kimdənsə düşmənçiliyi vardı? Banu, mənə görə öldü. Başa düşürsən, mənə görə öldü. Günahkar mənəm. Sən bilirsən sənə olan duyğularımı? Sən nə danışırsan? Bu nə danışıqdır? Mən səni özümə qardaş bilmişəm. Nə qardaş, nə qardaş? Gözüm səndən başqa heç kimi görmür. Yüzlərlə insanların haqqını yemsən Səməndər. Bunlar sənə bəs eləmədi? Xeyr! O şirket benim hakkımıydı. Atan gitti, ben kaldım. Şirket oldu benim. İndi sən getdin, Bəkir qaldı. He? Şirkət kimin oldu? Bizim. Ne? Sana bir şey olsa ürəyin partlayar. Sən də evlənmək haqqında fikirləş. Böyüksən sən. Birincisən, sonra mən. Mən qız tapası, evlənəsi, qocalarsan sən. Get gör Əsmər nə iş görür. Tək qoyma qızı evdə. Yaxşı. Nicat Cəlilova Günahkar bədii serialında. Bura niye çağırmışsan? Sana demiştim səbirli ol. Her şey yaxşı olacak. Nətərsən? Salam. Deyirəm, axırda işə salacaqsan da məni. Yaxşı, birdən ki işə salmışam səni. Deyirəm, belə işlərdən uzaq elə məni. Sən də məcbur soxursan. Yekə oğlansan, bir yaxşılıq eləyəsən, onu da başıma vura-vura. Başva vurmuram. Deyirəm ki, mənə belə zibil işlərə qatma. Bu axırıncıdır. Bundan sonra kömək eləmə, vəssalam. Sən desən də deməsən də axırıncıdır. Qız hardadır? Bu blok. 1-ci mərtəbə sol qapı. Amma tələsmə. İşvi gecə görərsən. Sana demiştim darıxma.
Necəsən? Səs eşitdim. Səncə necə olaram? Sənə demək istədiyim bir söz var. Gəlirəm ora. İndi denən. Yoxsa ürəyim partlayar. Elə bir təklifdir ki, onu üzbəüz demək lazımdır. Belə marağı olmaz. Yoxsa evlilik təklif eləyəcəksən? Gəlirəm, deyəcəm. Yaxşı, gəl gözləyirəm. Yaxşı. Evlənmək təklif eləyəcək. Bilirəm. Nə töz gəldi bu? Kömək elə. Əsmər. 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 Gəl. Salam qardaş. Salam. Xoş gəldin. Xoş günün olsun, Kərim. Keç əyləş. Səlim niyə gəlmədi? Evdə yox idi. Mən özüm gəldim görüm nə məsələdir. Elə bir məsələ yoxdur. Özüm istədim sizlə tanış olum. Qardaşımın əmisi oğlanları mənim əmim oğlanlardır. Çox sağ ol, qardaş. Sizin haqqınızda çox eşitmişəm Cavanşirdən. Heyf. Heyf ki, görüşə bilmədim neçə ildən sonra Cavanşirlə. Sizi çağırmaqda səbəbim odur ki, bilin ki, Cavanşir yoxdursa, mən varam. Çox sağ ol, Bəkir. Sizə Səməndərlə bağlı bir iki söz demək istəyirəm. Səməndərlə? Hə, Üzürlü hesab eləyin, bir dəqiqə. Bir dəqiqə üzürlü hesab eləyin. Hə, Səlim. Kərim Əsməri qaçırdıblar. Necə yəni qaçırdıblar? Kim qaçırdı? Evə gəldim, gördüm, qapı açıqdı. Damaşnikləri bloka düşüb. Yaxşı, Səlim, yaxşı. Sən ged məkana, gözlə məni, gəlirəm indi. Yaxşı, gəlirəm. nə olub? Kimi qaçırdıblar? Səlimin nişanlısını qaçırdıblar, Bəkir. Üzürlü hesab eləyin, mən gedməliyəm. Bir yerdə gedək. Hə, gedək. Keç. Buyurun. Hə, bu bizə Səlimin yerində əcək. O bizim soruşmağımızdan asılıdır. Başa düşmədim. Yəni ki, mülayim soruşsaq, cavab verməyəcək. Onu da göstər hünərini. Mən gedirəm. Bu dəfə qaçırtma əlini. Baş üstə.
Axşamın xeyir. Hə, Əliyar. Eşidirəm. Dediyin qızın iş yerinə getdim. Yox idi. İndi də evinə gəlmişəm. Nə oldu bəs? Gətirmədin? Yox. Gəldim ki, qapılar açıqdır. Deyəsən qızı qaçırdıblar. Necə yəni qaçırdıblar? Qapı açıqdı deyə qızı qaçırdıblar? Qızın ev damaşnikləri bloka düşüb. Evdə də heç kim yox idi. Qapıda taybatay açıq. Tezlə Eliyada denən. Fərhad da götür. Gəlin idarəyə, iclas otağında gözləyin məni. Gəlirəm. Yaxşı. Gəlirəm. Bu təzyiqlə zarafat eləmək olmaz. Özünə fikir ver. Əsas can sağlığıdır. Vaxt olur ki, imkan olan kimi gəlirəm sənin yanına. O gün deyir dişin var səndən. Hə, bir məsələ var idi. Onu danışmaq istirdim. Xeyirdirmi, nə məsələdir? Sənə demişdim. Sevdiyim qız var. Hə, nə olub ki? Ortaya bir oğlan çıxıb. Qıza ev də verib. Qız deməli onu seçib, hə? Hə, onu seçib. Uzaq dur o qızdan sən. Rauf, qəbul eləyə bilmirəm. Götürə bilmirəm. Məcbursan. Zorla gözəllik olmur. Görürsən indi o qızı? Yox, çıxıb işdən. Gəlmir day buralara. Gəlmir lap yaxşı. Uzaq dur o qızdan. Yaxşı, başa düşdün? Başqa nə edə bilərəm ki? Məcburam. Həkim adamsan. Karyeranı qur. Gələcəyini fikirləş. Sevgi müvəqqəti olur. Bilirəm, Rauf. Elə bunları danışmaq üçün görüşmək istirdim səninlə. Mən də sənə dost kimi sözümü dedim. Düş işinin üstünə. İşimi işləyəcəm. O sözsüz. Amma buralarda yox. Öz kəndimizdə. Əgər çıxdana rəhmətliyin nəvəsi. Səbrin olsun da. Probkadaydım. Ona görə gec gəldim. Ana probka, polis adamsan, protiv gələ bilmirsən? De görüm neynədin? Hələ heç nə eləməmişəm. Qızın qapısına kimi apardım səni. Qaçırda bilmədin, hə? Hə, onu deyirsən? Həll eləmişəm. Bizdədir qız. Heç olmasa bir sağ ol de də. Sən nətər adamsan? Bir köməklik elirsən, adamın başına vurursan. Əskərlik vaxtından beləsən, yaxşılıqları itirirsən. Elədiklərin də yaxşı oğlan olmur ha. Onu bilirsənmi? Yaxşılıqları görməyən ondan da betərdir. Yaxşı, yaxşı, uzatma. Gəlmişdim sağ ol deməyə. Danışıqdan sonra sağ ol düşmür. Günah məndədir də. Tut beləsini bas içəri, ağlı gəlsin başına. Hər oğlan baş üçün deyil ha, mənim bassın içəri. Bildin? Mən olmasaydım, Cəllov çoxdan basmışdı sən içəri. Tələsməsən. Gör o Cəllovdur, nəzi bildi. Onun başına nə oyun açıram. Gəl. Bura kimin evi ay qız? Bugündən sonra sənin evindir. Başa düşmədim. Necə yəni sənin? Bəkir alıb sənə. Hədiyyə.
Bir də şirkətdən sənə faiz ayırıb. Gəlirin 1/3 hissəsi sənindir. Sağ ol, amma heç bilmirəm necə təşəkkür eləyim sizə. Bu sənin haqqındır. Biz də sənin haqqını yeyə bilmərik. Könül, bilmirsən Səməndər indi nə iş görür? Hər şeyi çıxıb əlindən. Evlər, maşın, tırlar. O vaxt Səməndər də cəmaatdan belə almışdı şirkəti. Həmişə də qorxurdu ki, birdən nəsə olar, intiqam alarlar. Ona görə də hər şeyi keçirtdi Bəkirin adına. Bəs onu bilmirdi ki, pislik elədiyi adamlar Bəkirin dostlarıdır, qohumlarıdır. Neysə, evin xeyirli olsun. Day bundan sonra dərd çəkməyəsən. Könül, evlad itkisi ömür boyu valideynə dərd qoyur. Ana ürəyinə yara salır. Siz də sağ olun ki, mənə qarşı belə diqqətlisiniz. O qədər yaxşılıqlar eləmisən ki, mənə təmənnasız. İcazə ver, əvəzin çıxım. Bircə coşqunum yanımda olsaydı, dərdim azalardı. Dəymə. Qoy çəksin cəzasını. Ağlı başına gəlsin. Bilsin ki, adam öldürmək nə deməkdir. Birinci akşinimi öldürəni tutmaq lazım idi. Coşqunumu yox. O da cəzasız qalmayacaq. Sən narahat olma. Gedin bir çay hazırlayım, gəlin. Səlim, necə oldu? Sən gedəndə qapı açıq idi? Hə, açıq idi. Aldılar əlimdən şərəfsizlər Əsməri. Cavanşirin yaxın dostudur, Bəkir. Əyləşin. Yadındadır bura. Məni itəlib qaçdın. Ha? Siz necə cılaf adamlarsınız? Sizdə vicdan deyiləsə heç nə yoxdur. Hə. Mən az lafam. Amma siz yaxşısınız, ha? Siz ki, günahsız yerə Akşini öldürdünüz. Mən də sizin andın həm də üstü burnunuzdan gətirməsəm, məndən az lafı yoxdur. Öldürməni! Akşini mən öldürdüm! Öldürməni! Səlim öldürməyib onu! Mən öldürmüşəm! Öldürüm. Birinci Səlim'i, sonra səni. Sonra! 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 Məncə o əclaf Rıza qaçırdı bu qızı. Qadın qız arxasında gizlənəndən nə desən gözləmək olar. Bax o qaçırdar. Fərma demişdim axtarıb tapsın o dəlinin yerini. Mən gedirəm o alçağın yerini tapmağa. Tək olmaz. Bundan sonra mənə nə olur olsun. Heç vecimə də deyil. Əgər Əsmərə nəsə olacaqsa, mənim yaşamağımın nə mənası? Bəlkə Səməndər qaçırdıb. Əvvəlcə bu Rızanı tapaq. Mən gəlirəm Fərmanın yanına. Mən də başqa məkanlara baxacağam. Ehtiyatlı ol. Bəkir, sən bu Rızanın oturub durduğu yerləri bilirsən? Bilirəm. Görmə paprozun birini ma. Nə olub, niyə dil xorsan? Niyə dil xor olmayayım ki? Dənə biz də bilək.
Səməndərin bütün mal mülkü sağ qalıb. Yeyib içib kef eləməkdənsə mısmırığı sallayıb oturmusan. Başımı oynasınlar, Səməndər gil bir tərəfdən, Kərim bir tərəfdən. İndi də polis. Polis nə deyir ki? Nə deyəcək? Deyir, nə görmüsənsə, hamısını danışmalısan. Nə görmüsən ki? Neynirsən nə görmüşəm? İndi mənə demirsən, ha? Səməndərin oğlunu Həsənin balaca gedəsi öldürdü. İndi polisə deyəsən hamısın. Nə bilim, səhər rəis məni Bakıya aparır. Görək də başımıza nə gəlir. Danışmasan yaxşı olar. Valla, qalmışam 3 daşın arasında. Onsuz da o Kərim məni harda görsə vuracaq. Deyəcək ki, niyə Səməndərə dedin ki, onun balaca oğlunu mənim qardaşım öldürüb? Bir də ki, evlərini əllərindən alıb başqasına satmışam axı. Çox səhv iş görmüsən. Kərim ona görə də evimə gəlib məni axtarmış. Onlar tutulmasa, mən rahat ola bilməyəcəm. Məni niyə çağırmısınız? Bilmirsiniz, məzuniyyətdəyəm. Nicat gələndə özündən soruşarsan. Narazısan, Fərhad? Əlbəttə narazıyam. Rəis onu baş əməliyyat müvəkkili qoyub deyə istirahətimi əlimdən almalıdır. Polisə nə istirahət? Bu işi seçmisənsə belə günlərdən barışmalısan. Qızı uşaqsan, elə eləmə ki, xətirvə dəyim. Fərhad, uzatma. Əsməri qaçırdıblar. Ona görə çağırıb bizi. Qaçırdıblar, gedin tapın da, niyə oturmusunuz bəs? Fərhad, səni də bu vaxt narahat elədik. Xoşdur. Məzuniyyətdə olsam da həmişə hazıram. Bəkir, məni gətdin hara saldın, Bəkir? Dədə, hardasan? Harda olacam? Cəhənnəmdə. Ağsaqqal adamsan, ona danışıqlı danışırsan. Hardasan? O cür şirkətdən çıxıb, gör-bir gəlib harda oturmuşam. Nə deməliyəm bəs? De görüm, hardasan? Harda olacam? Təzə ofisdə, xarabaxanada. Sağ xoş xəbərim var. Gəldim. Gəl. Gəldim. Ağabəyov, bilirsən də Əsməri qaçırdıblar. İlyar dedi. Kim qaçırdı, bilmirsiniz? Daşqın. Daşqın? Daşqın kimdir? Səməndərin oğlu. Bildim kimi deyirsiniz. Sən tanımırsan Daşqını? Belə tanıyıram. Birdən-birə Daşqın deyəndə ağlıma gəlmədi Səməndərin oğlunu deyirsiniz. Ağla gəlməyən işlər həmişə insanın başına gəlir. Nə deyirsən, sən? Bəsdirin. O Daşqını tap gətir mənim yanıma. Mən məzuniyyətdəyəm. Bir də ki, bu boyda adam var, mən niyə? Mən sənin gətirməni istəyirəm. O gün çağırmışdınız, mən də gətirdim. Daha niyə buraxdınız? Elə o gündən sonra qaçırdıblar qızı. Bəlkə o qaçırtmayıb. Sən onu gətir. Başqa işə qarışma. Sən də o Bəkiri çağır gəlsin. Yaxşı.
Elə mən də səni görməyə gələcəkdim. Öyrənə bildin Rızanın yerini. Hə, öyrəndim. Tutublar. Tutublar? Polislər tutub. Deməli Səməndər gəl qaçırdı. Nə olub? Kərmə nəsə olub? Yox, Kərimə heç nə olmayıb. Əsməri qaçırdıblar. Mən indi neyniyim Fərman? Kömək elə mənə. Onlara sən lazımsan, qız yox. Bilirəm. Sənə görə qızı qaçırdıblar. Narahat olma. Heç nə eləməzlər. Necə tapa bilərəm? Kömək elə mənə. O Azadın nömrəsini tapmaq olar, amma o birilərinə söz vermirəm. Tap Fərman. Tap. Yaxşı, taparam. Dədə muştuluğumu ver. Öldürdünüz Səlimi. Az qaldı. Çox az qaldı ölməyinə. Tutma söz. Səriyən yetimçəsini tutduq. Bu dəfə də əlinizdən qaçırmayın ha onu. Hamısını bir-bir öldürmək lazımdır. Ak kişinin qadınlara baha başa gələcək, başa düşürsən sən onu. Qızı əlimizdədir. Nə desən onu da eləyəcəyik. Ay, sən xəstəsən, nəsən? Nə olub, niyə xəstə oluram? Sənin başın işləmir də, hə? 100% işləmir ha özü. Mus demək sözün Mustafasını de. Ay, Mustafası oldu ki, bizi bura niyə gətirmirsən? Tanıyırsan bunları? Bilirsən kimdilər? Kimdilər? Adım Yavərdir. Uzun deyirlər. İndi bildin də kiməm? Yox, bu bəs eləmədi. Nə istəyirsən bizdən? Bir dəqiqə səbr elə də söhbətimizi eləyək. Narahat olmayın. Sizə iş təklif edəcəm. Klublarım var. Gecə klublarım. Sizin kimi uşaqlara ehtiyacım var. Yaxşı. Biz klubda nə iş görə bilərik? Sizi o kluba nəzarətçi qoymaq istəyirəm. Razısınız? Biz bir fikirləşək, sənə söz deyərik də olar. Sal əl aşağı. Hardadır Rıza? Tutublar. Yalan danışma, bir də soruşmayacam. Hardadır dəli? İçəridədir. İnanmırsansa araşdır öyrən. Hə Səlim. Kərim Rızanı tutublar. Yaxşı. Qızı niyə qaçırtmısınız? Qız? Nə qız? Ay, dur biz də gedək. Sağ ol qardaş, uğurlar sənə. Gəl, kes. Gəl. Olar. Əyləş Bəkir. Bəkir, bilirsən də niyə çağırmışam səni? De bilim. Səməndərə görə. Neynib ki Səməndər? Oğlu Daşqın Əsməri qaçırdıb. Bildin də hansı Əsməri? Coşqun öldürdüyü Səriyənin nəvəsi Əsmər. İndi məni niyə çağırmısan? Onları çağır da.
Onlar yoxa çıxıblar. Hardadılar? Yerlərini bilməmiş olmazsan. Mən Səməndərlə işləmirəm. O vaxtdan görmürəm onu. Hansı vaxtdan? Tutulan oğluna görə bura gəldiyim gündən. Səməndər indi harda ola bilər? Kömək elə. Yanlış yoldadılar. Bunların qarşısını almaq lazımdır. Elə mən də onu axtarıram. Tapsan mənə dedi. Sən niyə? Təhvil təslim işlərinə görə. Deyirəm axırda aldın da Səməndərin şirkətin əlindən. Vaxtı ikən o bizim əlimizdən almışdı. İndi mən də geri qaytardım. O vaxtda da Səməndərə görə incidim məndən. Səməndərə görə yox. Sözümü yerə saldığıma görə. Bəkir, o daşqını tapmalıyıq ki, qıza işin eləməsinlər. İşi qoyaq bir kənara. Əgər onların yerini bilirsənsə, qıza kömək elə. Sən dəqiq bilirsən ki, qızı daşqın qaçırdıb. Dəqiq bilirəm. Daşqın qaçırdıb. Kaş oğlumun üzünü bircə dəfə görə biləydim. Elə darıxmışam ki, heç kəsə dərdimi deyə bilmirəm. Səndən başla. Bəlkə də hər şey əla olardı, sən olmasaydın. Bəlkə də elə, sən məni bu səfir gününə salan. Sən! 100 manatdan ötürü atıb ağız açma. Niyə ki? Məndə evdə var. Doğrudan? Gətirəcəm indi, gözlə. Gözləyirəm, get götür. Gözlə götürüb gəlirəm. Oldu, gözləyirəm. Ata. Oğul. Oğlum. Bağışla mən ata. Mən kiməm ki bağışlayam oğul? Allah bağışlasın. Oğul, heç bir valideyn uşağına kim bəsləyə bilməz balam. Elədiklərimə çox peşmanam ata. Hamısına görə peşmanam. İt kimi peşmanam. Yox. Dur gedək evə. Dur. Qalx. Gəl gedək. Gəl. Yox, oğul. Yox. Anam buraxmaz məni evə. Yox. Buraxar. O da peşmandır. Hamımız peşmanıq. Neçə dəfə gəlmişəm səni görməyə, amma görə bilməmişəm. İndən belə bir yerdəyik. Bir ailəyik. Daha heç bir şey bizi ayıra bilməz. Getdik. Bundan sonra hər şey yaxşı olacaq. Bilmirəm neynim Kərim. Bilmirəm. Əlim ayağım tutulub. Tələsmə. Bəkir gəlsin görək nə olur. Hardadır Bəkir? Polis çağırdı, getdi idarəyə. Mən də Rızanın məkanına getmişdim. Sən zəng eləməsəydin, onların başını oynatacaqdım. Harda qaldı bu Bəkir? Qızı daşqın qaçırdıb. Polisin dediyinə görə o qaçırdıb.
Allah, sən mənim canıma al. Amma Səlimi qoru. Yalvarıram sənə Allah, al canımı. Necədir? Görürsən? Necə qonaqpərvər insanam? Sən əllərimlə yeyib içməyə hazırlamışam. Ölərəm. Amma sizin bir damcı da suyunuzu içmərəm. Cəhənnəmə iç. Yaxşılıq da qanmırsan. Yezidin yaxşılığı olmur. Özün bil. 100 qram araq içərsən, elə iştaha gələcəksən. İç. İç. O vaxtı içmədin. Amma indi içəcəksən. Sən əlləvi yorma. Mən səni içirdəcəm. İç! 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 Cəhənnəmə iç! Deyinəm bəlkə köhnə temaya qaydaq, ha? Nə deyirsən? Məni itəlib yıxdığın temaya, ha? Şərəfsizlik eləmə! Namussuzluq eləmə! Bəkir, bunların evlərinin, ofislərinin yerini necə bilək? Kömək elə bizə. Əvvəl elə bilirdim ki, sizsiz günahkar. Siz kənddən çıxandan sonra evinizə getdim Səməndərgillə. Hər yerdə sizi axtarırdıq. Amma sonralar sizin günahsız olduğunuzu gördüm. İndi də Səməndərlə bir yerdəsən, Bəkir. Yox. O zaman sən bilərsən ofisin yerini. Hər şeyini almışam əlindən. Bəlkə də kirada yaşayır indi. Kira? Onu tapıb, qaçan ayaqlarını sındıracam. Ayaq sındıranıma bir bax. Ayağını sındıracaq. Durun gedin kızı tapın. Qızı o vaxt gizlətdikləri yeri bilirəm. Kirada saxlayırdılar. Hardadır? Gedək göstərəcəm. Bəkir, bu məsələ bizim məsələmizdir. Sən pis başa düşmə, xahiş eləyirəm. Necə məsləhətdir? Mən ünvanı verim, siz özünüz gedin. Götür. Sağ ol Bəkir. Sağ ol. Sağ ol. Qız hardadır? O vaxt saxladığımız evdə. Yığacada. Ver bura telefonu. Niyə? Nə edirsən ki, dən ondan ama? Ver.
Zəngələ ver bura telefonu. Əmi. Eşidirsən məni? Yaxşı. Sən məndən axtarışa vermisən? Əsas oğlu daşqını vermişəm. Bu saat mənə o lazımdır. Onu da tapacam. Az qalıb. Sən əminsən ki, daşqın qaçırdıb. Bura gətirəndə ona dedim ki, sənin taleyin Əsmənin dindirilməsindən sonra bilinəcək. O da qorxusundan qaçırdı qızı. Sən onun deməklə səhv iş görmüsən. Adam elə sözdə deyər heç. Niyə dedim, sözüm də bilmədim. Yaxşı, bəs Səməndərin oğlunu öldürən neynədin? Tapmamısan elə. Ağdamın rəisi gəlir. Özü ilə də şahidi gətirir. Şahid? Kimdə o şahid? Çoban. Rayonun rəisi dedi ki, çobanın sözündən sonra hər şey məlum olacaq. Maraqlıdır. Bəs bu çoban indiyə qədər niyə danışmayıb? Yəqin gözün qorxudublar. Rəis dedi ki, nə görübsə danışacaq. Taydinən günahkarın sonu çatıb ki. Az qalıb. Çox az qalıb. Hansı qapıdır səncə? Orada. Bu olmalıdır. Hayatta bu sevgide ne sen